Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini İlşad Əliyev, Naxçıvan Muxtar Respublikasının Təhsil naziri İlxan Nəcəfov və Babək rayon İcra Hakimiyyətinin başçısı Uvni Muradov açılış tədbirində iştirak ediblər. Baş nazirin birinci müavini İlşad Əliyev məktəbin pedaqoji kollektivi ilə görüşdə qeyd edib ki, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət siyasətində təhsilin inkişafı prioritet istiqamət kimi əsas yer tutur. Ulu öndərin siyasi kursunu uğurla davam etdirən cənab Prezident İlham Əliyev təhsil sistemini müasir dövrün tələbləri əsasında inkişafını diqqət mərkəzində saxlayır. Ölkəmizdə bu sahədə ardıcıl dövlət proqramları icra edilir. Təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, pedaqoji heyətin peşəkarlığının artırılması və rəqəmsal təhsil texnologiyalarının tətbiqini hədəfləyən Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün dövlət proqramının icrası da uğurla davam etdirilir. Bütün bunlar Muxtar Respublikada təhsilin keyfiyyətinin, eləcə də qəbul göstəricilərinin daha da artmasına öz müsbət təsirini göstərir. İlşad Əliyev son illərdə Naxçıvanda yüksək nəticələri ilə fərqlənən məktəblərdən biri kimi tanınan Hacıvar kənd tam orta məktəbinin kollektivini uğurlu fəaliyyəti və yeni məktəb binasının istifadəyə verilməsi münasibəti ilə təbrik edib, fəaliyyətlərində yeni nailiyyətlər arzulayıb. Müəllimlərdən Rəfiqə Sadiqova kollektiv adından yaradılan şəraitə görə minnətdarlıq edib, yeni və müasir imkanlardan səmərəli istifadə edərək təhsil uğurlarını daha da artıracaqlarını bildirib. Sonra məktəb binasında yaradılan şəraitlə tanışlıq olub. Bildirilib ki, foyedə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin təhsil ictimaiyyəti ilə görüşləri və bu sahədə həyata keçirilən islahatları əks etdirən fotogüşələr yaradılıb. Məlumat verilib ki, Hacıvar kənd tam orta məktəbinin binası 456 şagird yerlikdir. 2 mərtəbədən ibarət olan məktəb binası 3 əsas bir köməkçi korpusdan ibarətdir. Burada proyektorla təmin olunmuş 19 sinif otağı, STEM, hərbi, kimya, biologiya və fizika kabinələri, laboratoriyalar, əmək otaqları, kompüter sinifləri, akt zalı, müəllimlər otağı, kitabxana, bufet, geniş idman zalı istifadəyə verilib. Müasir tipli siniflər, kabinə və laboratoriyalar tədrisin yüksək səviyyədə həyata keçirilməsini təmin edəcək. Məktəbin həyətində qazanxana, qapalı su hovuzu və mini futbol meydançası quraşdırılıb. Bina daxili və xarici nəzarət kameraları ilə təmin edilib. Sonda məktəbin kollektivi ilə xatirə fotosu çəkdirilib.